Maliyyə, mühasibatlıq və vergi bir şirkətin əsas özəyini təşkil edir. Qanun mühasibatlıq xidmətləri isə hər bir şirkətin bu əsas özəyinin təşkilini, həllini öz üzərinə götürür. Bugün biz səmimi söhbət olaraq Qanun Mühasibatlıq Xidmətləri MMC-nin qonağıyıq. Düşünürəm ki, şirkət barədə ətraflı məlumatı da siz məhz bu reportajımızda öyrənə biləcəksiniz. Müasir biznes mühitində düzgün təşkil olunmuş mühasibat uçotu və maliyyə idarəçiliyi şirkət uğurunun əsas şərtlərindən biridir. Vergi qanunvericiliyində baş verən dəyişikliklərin izlənməsi, hesabatların vaxtında hazırlanması və maliyyə sənədlərinin düzgün aparılması sahibkarlar üçün həm vaxt, həm də peşəkar yanaşma tələb edir. Qanun mühasibatlıq xidmətləri MMC olaraq sahibkarların və şirkətlərin bu istiqamətdə üzləşdiyi çətinliklərin həllində etibarlı tərəfdaş kimi fəaliyyət göstəririk. Məqsədimiz müştərilərimizin maliyyə və mühasibatlıq işlərini peşəkar şəkildə idarə etmək və onların əsas fəaliyyət sahələrinə daha çox vaxt ayırmasına şərait yaratmaqdır. Şirkətimiz tərəfindən mühasibat uçotunun təşkili və aparılması, vergi bəyannamələrinin hazırlanaraq aidiyyatı qurumlara təqdim edilməsi, əmək haqlarının hesablanması, kadr uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və vergi maliyyə sahəsində məsləhət xidmətləri göstərilir. Hesabat çox önəmlidir maliyyə sistemində. Yəni hansısa bir şirkətin gəlirliyini, xərclərini bilməkdən ötürü mütləq şəkildə hesabatlıq aparmaq lazımdır. Bugün sahibkarlarımız çoxu vaxt cibində pul olduğu zaman elə bilirlər ki, gəlirlidirlər, gəlirə çıxıblar, müəyyən məbləğ qədər bunların belə deyək, qazancları var. Halbuki maliyyə sistemi bu deyil. Maliyyə sistemi bir əməliyyat tam yekunlaşmalıdır ki, sən istər bir xidmət satışı olsun, istər bir mal material alqı-satqısı olsun, bu tam yekunlaşmalıdır. Sən yekun nəticəni bilməlisən ki, hesabat sənə burada müsbət təsir verdi, sən buradan qazanclı çıxdın, yoxsa zərərli çıxdın. Ona görə ən birinci, ən önəmli məqam maliyyə sistemində hesabatlılıqdır. Hesabatlığı düzgün aparmaq lazımdır. Gəlirlərin və xərcin uçotunu aparmaq lazımdır. Mən Xanoğlan Ramazanov olaraq 2011-ci ildən bu sahədə fəaliyyət göstərirəm. Maliyyə mühasibatlıq sahəsində fəaliyyət göstərirəm. İş həyatıma maliyyə mühasibatda olaraq başlamışam. 2016-cı ildən artıq sərbəst işləməyə başlamışam və 2020-ci ildə Qanun Mühasibatlıq Xidmətləri MMC-ni təsis eləmişəm. Qanun Mühasibatlıq Xidmətləri MMC hal-hazırda 30-dan çox əməkdaşla 100-dən çox müştəriyə xidmət göstərir. Və bizim hal-hazırda olduğumuz bu ofis şəhərin mərkəzində demək olar ki, 500 kvadratın üzərində bir ofisimiz var. Yəni əməkdaşlarımız üçün lazım olan münbit tam şəraiti yaratmışıq ki, burada sahibkarlarımıza, müştərilərimizə çox gözəl xidmət göstərə bilək. İşlərimizdə sadaladığımız maliyyə, mühasibatlıq, vergi, kadr, audit, hüquq bu xidmətləri tam-tamına müştərilərimizə göstəririk. Bu xidmətləri göstərərkən hər zaman müştərilərimizə biz izah edirik, niyə bizi seçməlisiniz, fərqimiz nədir? Ən birinci güvən məsələsi var. Maliyyə mühasibatlıq elə bir sahədir ki, bu bir növ müştərilər sizə öz şirkətinin ən belə deyim, gizli yerini, ən məhrəm yerini sizə etibar edir. Ona görə o etibar qazanmaq asan məsələ deyil. Bunu da sözlə yox, müqavilə ilə, rəsmi şəkildə qəbul eləmək lazımdır ki, bəli, biz bu işi görürüksə, sizin bütün bu məsələləri, bütün hesabatlılığı biz öz üzərimizə götürürük. Müqavilədə ayrıca bir bənd şəklində göstəririk ki, bizim ucbatımızdan sizə hər hansısa bir zərər gələ bilməz. Əgər gələrsə, ortada bir problem varsa, o problemi biz həll eləməyə çalışacağıq. Yox, həll eləyə bilmiriksə, hansısa bir maliyyə itkisi varsa, biz onu qarşılayacağıq. Bunu biz söz olaraq belə deyirik, sahibkarlarımız bəzən bunu tam dərk edə bilmirlər. Bu çox ciddi bir məsələdir. Burada çox böyük bir rəqəmlərdən söhbət gedə bilər.
Yəni düşünün ki, bir adi bir əməkdaşı olan sahibkar əməkdaşın ucbatından hər hansısa böyük bir zərərlə üzləşərsə, o əməkdaşdan bunu necə tələb eləyə bilər? Eləyə bilməz də, o hansısa bir məvacib qarşılığında işləyir. Biz amma dayanıqlı bir şirkətik. Yəni bizdə illərin həm təcrübəsi var, həm də illərin keçmişi var. Biz bunu deyiriksə, müqavilə ilə də öhdəliyimiz üzərimizə götürürüksə, sabah biz həmin sahibkar əgər bir problem olarsa, bunu bizə bir iddia kimi qaldıra bilər. Yəni bu çox ciddi bir məsələdir. Bunu mən sizə belə deyim, hal-hazırda sadəcə maliyyə mühasibatlıq kodu ilə axtarışa versəz, 2000 üzərində konsaltinq sahəsində fəaliyyət göstərən şirkətlər var. Amma bunu bu şəkildə qəbul edən, bu şəkildə öhdəliklərin üzərinə götürən bəlkə də barmaqla sayılacaq qədərdir ki, onlardan da biri bizik. Biz müştərilərimizə bizə niyə güvənsinlər deyə mən izah elədiyim bu rəsmiyyət müqavilə tərəfini. Ondan da əlavə, biz səmimi ortam yaranandan sonra mən onlara izah edirəm ki, bizə niyə güvənəsiz. Bir-iki misal göstərirəm. Bununla da məsələ yekunlaşır. Nəyi misal göstərirəm? Hal-hazırda bizim fəaliyyət sahəmiz tək qanun mühasibatlıqdan ibarət deyil, bilirsiniz. Bizim Şəki aqro suvarma sistemləri olaraq suvarma sistemlərinin idxal və quraşdırılmasını həyata keçiririk. Hanoğlu baklava lokum olaraq türk şirniyyatlarının satışını, həmçinin premium qablaşmalarda hədiyyələr təqdim edirik və təbii market olaraq təbii məhsulların satışını həyata keçiririk. Belə bir şey deyim, bizim hal-hazırda Şəki aqro suvarma sistemləri ilə bazarda rəqib sayıla biləcək ölkədə ən güclü suvarma sistemlərindən birinin, şirkətin mühasibatlığını biz aparırıq. Yəni, bir növ paradoks kimi səslənir. Mən həmən şirkətlə suvarma sistemlərində rəqibəm, çünki çox böyük bir şirkətdir həqiqətən. Amma o mühasibatlığını qanuna verib mənə həvalə edib. Yəni, məndə bir güvən obrazı olmasa, sahibkar mənə güvənməsə, mən onun hər şeyini görürəm. Asan imzası məndədir. Bütün alış-satış qiymətlərinə qədər görürəm məhsullarını. O, başqa bir tərəfdə mənə rəqib olduğu halda bu tərəfdən o işini mənə verməz. Həmçinin şirniyyat sahəsində, paxlava sahəsində, hal-hazırda çox böyük paxlava şirniyyat sahəsində fəaliyyət göstərən 2 şirkət var. Mühasibatlığını mənə verib, bilə-bilə ki, digər sahədə biz əslində bazarda rəqibik. Mən düzdür, bu rəqib anlayışına fərqli cür baxıram. Mən deyirəm, biz rəqib yox, dostuq. O sahələrdə də nə qədər çox olsaq, bir-birimizə daha yaxşı dəstək olaraq. Mən hər zaman sahibkarlara bu tərəfdən yanaşmışam. Amma kənardan baxanda təbii ki, bizi rəqib kimi görürlər və ona görə deyirəm ki, istər suvarma sahəsində olsun, istər şirniyyat sahəsində olsun, mənə rəqib sayılacaq şirkətlərin mühasibatlığını mən aparıramsa, məncə güvən məsələsinə gələndə çəkiləcək başqa bir misal yoxdur. Qanun mühasibatlıq xidmətləri, vergi, maliyyə mühasibatlıq, hüquq, audit və sair müqabildən olan xidmətləri təklif edir. Xidmətlərimiz Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və digər normativ hüquq aktları əsasən tənzimlənir. Əsas məqsədimiz sahibkarlara maliyyə idarə etməsini asanlaşdırmaq və onların fəaliyyətlərinə öz töhfəmizi verməkdir. Güvənmək çox önəmlidir, istər insana, istər şirkətə. Belə, əziz tamaşaçılarımız, Xanılvan bəylə söhbətimizdən də güvənməyin əsas olduğundan danışdıq. Bəli, istər şirkət olsun, istər insan olsun, güvən münasibətin əsasını təşkil edir. Düşünürəm ki, qanun mühasibatlıq xidmətləri də güvənin əsas yeri, əsas mənbəyidir. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.